İnsan xeyir dilədiyi kimi şər də diləyər. Doğrusu, insan hər zaman tələskəndir. Bizim xeyrimizi, bizim şərimizi nə bizə xeyirdir, nə bizə zərərlidir, bunu yalnız Allah bilir. Təəssüf ki, bəzən biz bunu dərk eləmirik, dərk edə bilmirik. Dərk etməməyimizin səbəbi də bilirsiniz nədir? Səbəbi budur ki, biz imana sahib deyilik. İnsan gözəl bir imana sahib olanda bütün işlərini Allaha həvalə edər, Allaha tapşırır. Öz xeyrimi, zərərimi bilə bilmərəm. Mən qismən, nisbətən öz xeyrimi, öz zərərimi bilirəm. Nə mənə zərərlidir, nə mənə xeyirdir, qismən bilirəm. Amma sən alimsən axı. Amma sən bütün həqiqətləri bilirsən axı. Amma sən bizi yaratmısan və bizi yaratmaqla bilirsən nə bizə zərərlidir, nə bizə xeyirlidir.